Salam, xoş gördük sizlərə, hörmətli abituriyentlər. Dövlət İmtahan Mərkəzinin test topusunun birinci hissəsinin demək olar ki, bütün videolarını yekunlaşdırmışam. Yəni xəritə izahları yekunlaşıb, artıq ikinci hissəyə başlayırıq. Deməli, Şirvan Bəylərbəyliyinin ərazisi müəyyən edin. Testin şərti budur. Biz əvvəlcə vəsaitdən Şirvan Bəylərbəyliyin olan ərazini təyin etməliyik. Bax, bu əraziyə düşür. Bu əraziyə düşdüyünə görə də testin şərtində şərdə işarələnmiş ərazini biz təyin edirik. Burada 3-dür. Testin cavabında həmin ərazi D variantında 3-cü ərazi ilə belə dedim, təyin edilmişdir. İkinci testdə diqqət eləsək burada Qarabağ Bəylərbəyliyinin ərazisi müəyyən edin. Yenə də biz həmişəki kimi yenə də vəsaitdə biz Qarabağ Bəylərbəyliyinin ərazisini təyin edirik ki, bu ərazidir və şərti işarələnmiş ərazidə biz bura baxdıqda ikinci ərazi düşür. Testin də cavabı burada deməli A variantıdır. Yeni video izahları yenə də çəkib paylaşacağım. Mən zəhmət olmasa kanalıma abunə olun.